Soruşacaqlar qiyamətdə ki, gedirdim bu qədər, heç oldu bir dəfə qapıda dayansınlar, desinlər günahkarlara olmaz. Yox. Günahkar ola qapıdan rahat keçirdim, bəs niyə getmirdin ora? Bir halda ki, mənim kimi günahkarı bura buraxırlar, bir dəfə də demədilər ki, olmaz, sən hara imamsın hara. Vallah, billah bizim yerimiz deyil, ora lütfün böyüdü ki, məni buraxırlar ora, vallah belədir. Başqa cür hesab eləsələr, qapısının kəndi, bura dəyərsiz yer deyil ki, bura hamını buraxaq. Dəyərlidir, amma hamını buraxırlar. Məsələ var bundadır, İmam Hüseynin əzəməti bundadır. Çox dəyərlidir, amma hamını buraxırlar. Allah deyəcək, günah eləyə, ən gözəl halları sənə yaşatmadım. 2-3 nəfər də olsa bir həftədə bir dəfə bir yerdə oturun, bir dənə müsibətin yad edin, ürəyiniz qəmlənsin. Bu sizdə elə bir hallar yaradacaq ki, heç yerdə onu tapa bilməzsiniz.